Salam hörmətli YouTube və TikTok izləyiciləri. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Məhsəti qəsəbəsində, yəni Seviş qəsəbəsində 4 sot torpaqda bir böyük sal, eyni zamanda 3 otaq olan, bax qarşıda gördüyünüz belə bir həyət evi satılır. Qiymətin 55 min manatdır qiymətində, mütləq razılaşma olmalıdır. İndi siz deməli navesin alt hissəsini gördünüz, məhəlləsinə gördüyünüz kimi maşın daxil olur. Qarşıda bağçası var. İndi bağçasını da sizə göstərirəm. İndi evə daxil oluram. Əla və keyfiyyətli təmir olunub. Bəzi yerləri nəzərə almasaq, bax buradan deməli bax gördüyünüz deməli bu qarşı tərəfdən evin alt hissəsi badvaldır. Yəni bax bu ərazi, bir də ki deməli mətbəxin alt hissəsi badvaldır. Mətbəxin ölçüsü 4-ün 4-dədir. Sənədi ilkin sənəddir. Eyni zamanda arxiv arayışı var. Hal-hazırda mən sizə mətbəxini göstərirəm. Deməli bu həyət evi Seviş qəsəbəsində 20'lərin son dayanacağına yaxın bir ərazidə yerləşir. Qarşıda hamamını görmək mümkündür. Bağışlayın. Bu zonanı görmək mümkündür. İstili sistemidir. Gördüyünüz kimi böyükdür, təmirlidir. Burası isə hamamıdır. Hamamı həqiqətən əla və deməli keyfiyyətli təmir olunub. Bax hal-hazırda mən sizə hamamını göstərirəm. 1,5 tonluq bakı var. Burası isə deməli həmin dediyim otaqlara aid deyil. Bax belə bir mini deməli zaldır. İndi isə deməli zalına keçdim. Zalın uzunluğu 7, eni 4 metrdir. Bax belə bir həyət evinin qiyməti 55 min manatdır qiymətində. Mən bildiyimə görə razılaşma olmalıdır. 2 qat kubiklə hörülüb. Burası isə deməli otaqlardan biridir. Otaqların ölçüsü 6'nın 4'ə. Hal-hazırda gördüyünüz otağın ölçüsü 6'nın 4'dədir. Yəni qaz, işıq, su xətləri yəqin ki görmək mümkündür. Ancaq hərdən sual verilir. Ancaq yenidən mən sizə deməli işığını göstərirəm. Deməli işıq xətti var. Bura isə deməli ikinci otaqdır. İkinci otağın ölçüsü 5'in 4'dədir. Bax belə bir həyət evinin qiyməti 55 min manatdır qiymətində. Mütləq razılaşma olmalıdır. İndi isə mən sizə 3-cü otağı göstərirəm. Yenidən zalını görürsünüz. Bax zalı bu cürdür. Deməli qalanından gələn 20A təxminən 100 metrliklə otaqların necə yerləşməyini gördünüz. Təxminən 100 metrliklə, ancaq dəmir yol vağzalından gələn 20 isə təxminən 50-60 metrliklə keçir. İnsə bağçasına keçirəm. Bax yenidən təkrar edirəm. Sənədi çıxarır. İlkin sənəddir. Yəni bildiyiniz kimi ilkin sənəd ilə ancaq etibarlanma yolu ilə alqı-satqı olunur. İndi isə mən sizə bağçasını göstərirəm. Üç tərəfdən deməli hörgüsü var, böyük bir badvalı var. Evin xarici görünüşünü görmək mümkündür. Hal-hazırda mən sizə evin xarici görünüşünü göstərməliyəm. Bir dəqiqə gözləyin, xahiş edirəm. Bax bura deməli evin üst hissəsini görürsünüz. Bax belə sizlərə uğurlar.